Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayı boyunca siz əzizlərin diqqətinə bəzi məsələləri, bəzi fətvaları çatdırırıq. Bu məsələlərdən də biri bir şəxsin oruc tutarkən, yəni məğrib azanından qabaq orucunu açmaq məsələsidir ki, Ayətullah Sistani və Ayətullah Xameneyi və Ayətullah Məkarim Şirazi ağalarının hər üçünün nəzərinə əsasən, əgər bir şəxs şək halında olarsa, məğrib azanının verilib-verilməməsinə, bu şəxsin orucunu açması icazəli deyildir. Əgər bu şəxs fərz eləyək məğrib azanının baş verməsini şək eləyə, yəni bir halda ki, yəqin yoxdur azanın verilməsinə, bu halda şək halətində öz orucunu açarsa, sonradan da məlum olar ki, məğrib azanının vaxtı çatmamışdır. Bu şəxs həm o günün qəzasını yerinə yetirəcək, həm kəffarə də o şəxsə lazımdır. Ancaq bir şəxs yəqin eləyərsə ki, məğrib azanının vaxtı daxil olub, yaxud bəyin onun üçün məsələni sabit eləyərsə, məsələn, 2 nəfər adil şəxs ona xəbər verər ki, məğrib azanının vaxtı daxil olmuşdur. Hər üç alimin nəzərinə əsasən, əgər bu şəxs orucunu açsa, sonradan məlum olsa ki, düzgün vaxtda orucunu açmamışdır, yəni hələ məğrib azanı daxil olmamışdır, buyururlar ki, bu şəxsin boynunda bir gün qəza vardır, kəffarə yoxdur. Ramazan ayından sonra bu günlərin, yəni o günün qəzasını yerinə yetirəcəkdir. Vəssalamu aleykum və rəhmətullah.